Salam dostlar, salam canlarım. Bugün sizlerle bir yerde mod qoşmuşuq və bu modla yeni ev tikəcəyik candaşlar. Uşaqlar, evin tualetini mən eləyəcəm həmişəki kimi. Çünki mən iş düşəcək. Bura toalet olacaq. Nəysə, biraz balaca ola bilər. Niyə? Çünki zəngin evi yapırıq. Zəngin evində də maks bu qədər ola bilər. Oh! Alta bas. Şaka. Bunun da yanına gəlir. Bomba decoration olan tuvalet kağıdı. Bir dənə də bura musluk. Musluk nə olur? Yox. Heç nə olmaz. Musluk da belə geçsin. Bu da duş yeri olsun belə. Duş yeri üçün ayrı ayna var mı? Bizim desin. Yokmuş. Ne baksın. Ne diyor? Uşaqlar orada yazırdı. Ona görə. Yəqin ki siz tam görmədiniz, amma bağışlayın. Uşaqlar belə aynamızın dekorasiya belə olsun deyə belə elədim. Buradan girip çimçim yeyirsiniz. Taylatınız çıxdı. Burada sıçırsınız altınıza. Ondan sonra da burada cavabınızı yürürsünüz. Sonra da vızgırdıb gelirsiniz. Bu kadar asan. İndi ikinci kata nə qoyacağıq? İkinci kata hatta uşaqlar şey eləyək, mutfağı. İkinci katı mutfağı eləyəcəyik. Yani o kadar da genişləmə şey yoxdur. Çünki taylatı mənim boyda oldu. Nəysə toilet əşyalarımızı çıxardaq və daha qəşəng ev tikməyə davam eləyək. Baxa görə bu səfər hansı ləvazimatlardan yararlanıb ev tikə biləcəyik, yəni araşdıraq. Uşaqlar çölü də eləyəcəyik. Bu arada çölün decoration'ını yaddan çıxartmamışıq. İndi decoration'ımızı eləyək. Mətbəximizi. Araşdıralım da burada qəşəng tablolar da var. Nəysə. Bu ne? Mental suffocation. Bu nədir ki? Gözdə səhər eləyim. Bunun üstünə nəsə qoymaq olur ki, gözləyin birdən. Yoxlayaq. Məsəl üçün qəhvə əşyası, qəhvə makinesi. Məsəl üçün kafeci. Yəni çünki masaya olur ya, aslında olur, olmağına olur. Yəni uşaqlar buranın mətbəxinin bloğunun nə eləyəcəyimi bilmirəm açıqcası. Yəni nə qoya bilərik də məsəl üçün. Doğru düzgün. Bağışlayın belə səs çıxartdım. Ne? Aslında heç nə yoxdur. Nağaraq da biz evimizi tikmək üçün bunu götürəcəyik. Bu incə çubuq qoymaq olurmu? Belə qoymaq olmur. Ona görə də mətbəxə ha tərəfdən, yəni iniş tərəfi buradırsa, giriş tərəfi də mətbəxin bura olacaq. Ona görə çubuqlarımızı götürək. Yəni ağlımdakı fikri siz bilirsiniz. Mən də yoxlayacağım. Baxın. Niyə olmur? Ya. Ağlımdakı mətbəx tam belə olacaq. Bıçaqları falan qəşəng olacaq. Uşaqlar incəki blok işə yaramırdı deyə məcbur biz də bu blokdan eləyəcəyik. Uşaqlar incəki blok ayarlı blokuymuş. Mən də bilmirəm nə blokuymuş deyə. Həmən biz də mükəmməl mətbəximizin, çatsız olmayan mətbəximizi tikməyə davam edək. Belə bir dənə kahve makinesi. Və arada bir kəsmə səbəbim uşaqlar, arada bir nəsə problemləri yaşan onu düzəldirəm. Nəysə,
Biz mətbəximizi eləməyə davam eləyək. Mətbəximizi edəndə bıçaq da qoyaq. Bıçaq lazım olacaq. Nətər bıçaq? Mətbəx bıçaq. Tam ağlımdakı fikir kimi çox qəşəng çıxdı. Bəli. Arı nağaraq. Arı nağara çalıb oynayaq. Şax. Elə mətbəxdə yeməyi gözləmək üçün mən ocaq olmalıdır hər bir mərtəbdə. Mərtəb deyəndə yox da, nətər deyim belə, ocaq. Nəysə, mən çaxmağımızı aldıq və bunu yandırdıq. Artıq bunun üstünə ət bişirəcəyimi, onu bilmirəm. Mən mətbəx tikirəm sadəcə. Mətbəxim də mətbəx olsa keşke. Nəysə, biraz daha araşdıraq. Çünkü ben biraz araştıraq, devam ediyor. Ya zaten bilirsiniz ki bunları ben şeyde koyacağım. Üst katta koymayacağım. Narahat olmayın. Bu ne ki? Boğaz. Bilmiyorum. Garip bir şeydi. Yemek masası için kahve de koyak yalanına. Decoration'ını görsensin. Tam bu bloğun üstüne gedir. Bu bloğun üstüne gedir uşaqlar. Onda tam planımızı eləmişik. Qoyma olmur. Havada qalır. Vay. Biraz düzəltməyə Biraz düzəltməyə çalışırım. Mən də sonunda belə düzəltdim. Arı çarəm yox idi çünki. Şimdi ubisi bloklardan axtaraq biraz. Çünki mətbəxə o kadar çox blok lazım olacaq. Bura hatta kahve masası olsun. Ya mətbəxin nə olduğunu, mətbəxdə nə olduğunu, Minecraft evlərinə dahil heç nə bilmirəm. Sadəcə onu bilirəm ki, evlərdə olsun. Nəysə. Masalar var, masalar istifadə edirik. Sürmələr. Sürmələri yaddan çıxarmışıq. Okey bro. Məncə belə olsun. Sən bura kim soxdun ha? Bu kimdir? Oha. Sən niyə bunu soxdun içəri? Ya uşaqlar, o birisi bölümdə evi partladacağam. Allaha şükür öldü. Bir zahmet. Mətbəx tikirik, mətbəx. Allahın kolsuzlarını zakaz eləyirik, piç. Ya buna dokunmaq olmur. Baxın, sadəcə qırmaq olur. Nəysə, belə dekorasiyanlı. Mən danışamıram. Ya hadi. Zaten 7 saatlik işimiz var bu videoda. Niye de soranlar varsa mən də. Ya mətbəxin həmişə kimi bir şey olmalıdır. Nətər deyim, suyu. Ya çeşməsi də. Çeşmə qəşəng olsaydı, tabi modu indirdiğime dahil bir uygulama göstereceğim size. Siz narahat olmayın ona. Eğer isteseniz bu arada. Bir tane xiyar tabağı koyaq. Of. Çox uşağa, hatta mətbəxi sürmədən eləyək. Sürmədən olsun. Siz niyə? Çünki ayrı çarə yoxdur. Bunların üstünə blok qoyula bir sadəcə. Ya hər şey qırdıq. Nəysə, hər şey qırırıq. Niyə? Çünki biz təhlükəni də aldıq. Nəysə, oranı düzəldib gəlin. Bəli. Uşaqlar, evimizi tikməyə təzədən davam edirik. Kəmisinə də balıq yer demə. Yermiş demə. Aha, bu nədir? Traxit. Bu nədir bilmirəm. Nəysə, araba olan modu da qoşaram bura ki, araba da qoya bilək. Əlavə sürmələr də qoyaq belə yuxarıya, qəşəng gedər. Belə qəşəng getdi bu arada. Uf, bomba çıxdı qardaşım. Hatta bu bıçaq qoyma yerini də yox eləyək. Bura kahve mahve qoyaq, bir şeylər qoyaq, biraz moda olsun. Kahve mahve qoyaq, mahve. Maçelatdi. Burada uşaqlar, sizlər baxsa geçsəniz beyniniz xarab olacaq. Siz niyə? Çünki double X Macchiato, Takioto, Shakioto, Skimonka, Tarkimonka şeylər var deyə adam beyni xarab edir. Bunu mu qoysaq? Məncə mətbəxə ən yaxşı yarışacaq şey budur.
Mətbəximiz əlavə olaraq nə qatmaq olar? Siz də sizin yorumlarınızı da gözləyirəm. Zaten yorum yazan yoxdur. Sağ olun yazmadığınız üçün. Hatta belə tarif kimi bir şey yazaq da. Məsəl üçün mən yemək qarıram, bura tarif qoyaq. Yox. Bura. Elə bir tarif qoyaq. Məncə mən minimalist ev şübhələrim biraz çoxaldı. Niyə? Çünki böyük ev tikirik deyə əlavə ləvazimatlar yanımıza ehtiyacımıza lazım gəlir. Nəysə mən danışamam. Baxaq görək nə var. Ay şey qoyaq. Bizim yadımızdan çıxıb bıçaq qoyma şey o hardadır? Araşdıraq, tapamayacağıq. Nəysə belə bir dənə şey var, Steve şey. Onu da itirdik, sağ olun. Nəysə. Biz araşdıracağıq və bu videoyu 30 dəqiqə falan da sürsəm macərək yox dostum. Ehtimal patlayır, Kamilə patlamır. Nəysə. Statute bilmirəm bu deyən heykəldə mi nə poxtum bura qoy. Ama hatta bura qoymayaq, bunun üstünə qoyaq. Qoymaq olmur. Kami sən niyə belə şeylər edirsən? Bence bunu bura qoymayaq uşaqlar. Ən mantıqlısı evlərə bura qoyaq. Çatını da böyük eləyər. İndi uşaqlar əlavə ev. Sən bura nə qoyarsan ay Kamil? Ya şu minik masaya nə qarasa, oturub burada nə qarasa. Heç bu blok boyda deyil. Nəysə. Məncə mətbəximiz bu qədər olmasın, davam eləsin məncə. Neyse devam edək. Bizim ayrı yolumuz yoxdur. Davam eləmək sadəcə ən qısa yolumuz. Ya bu mətbəxə aidmi speaker? Bilmirəm. Çox böyükdür. Bu evə belə sığmayacaq qədər böyükdür. Bu nə işə yarayır ki, ümumiyyətlə? Bilmirəm, amma qoyacağım. Televizor kimi bir şeydi, amma qoymayacağım. Qoymayacağım. Çox bəllisiz qərarlar verirəm. Biraz sandıqlı, kitablı bir şeylər qoyaq. Belə bir dənə. Kolleksiya kimi. Nəysə, davam edək. Ya mətbəx tamam oldu. Ayrı alacımız var Kamil. Ha? Ayrı alacımız var, mətbəx tamam oldu. Mətbəx tamam oldu. Uşaqlar Kamil eləyir nəysə. Kamil çatıya eləyək. Mən çatıya eləyəcəm. Sən çatıya elə, mən də çölü eləyim. Uşaqlar çölü eləmək üçün məncə bizə daha qəşəng şeylər lazım olacaq. Zaten evin girişi buradır. Bəli. Çox çölsüz bir yerdir. Yəni mantıqsız bir yerdir. Biz amma bunu düzəldəcəyik. Siz narahat olmayın. Düzəldəcəyik və buranı qəşəng bir hala salacağıq. Davam edək. Həmişə kimi çox masum bir şəkildə davam edək. Axtaraq. Şey var. Uşaqlar, gözləyin. Təzən tapamıram. Aha, baxın. Painting. Notch da bu, yox. Bu şey deyildi mi? Yadımdan çıxdı. Nəysə, bunu bura qoyaq. Aga be. Nəysə, meşale də qoyaq. Yoxsa biraz lüks olsun. Meşaləsiz eləyək. Məncə meşaləsiz eləyək. Lanternla eləyək. Sanki damdayıq. Hey qaqa, bu nədər qaranlıqdır. 1, 2, 3, 4. Az da işıq şey eləsə, versə də biz buranı eləyəcəyik. Buranı eləməyin ən qısa yolda bir balaca bir yer tikməmiz. Tabii Kamil yersiz fikirləri 20 milyoncu katda tikəcək. Biz ən önəmli şeyi yaddan çıxartmışıq. Baxın bu keep knives mı onu unutmuşuq. Hatta camın üstünə qoyaq. Bunun üstünə. Yox, əlavə onda şkaf qoymalıyıq. Əlavə şkafda bunun yanına qoyaq. Problem deyil. Çünki biz evimizi böyüdəcəyik və belə qəşəng bir ev tikmiş olacağıq. Hadi biz nereden eləmişdik? Axtarıram şu anda. Mən də bilmirəm hardan götürdüyümü. Benimki eksikliğim var. Poster, bak posterlikdən aşağıdaydı belə. Əlavə şkaf.
Ha, bax tapdıq. Yoxsa belə qoyun. Bir dənə də belə, bir dənə də belə. Eləyə bilərsən. Ya niyə üstünə qoymaq olmur? Heç nə olmaz, bunu qoymarıq. Nə olacaq ki? İndi sıra qaldı çöldə, çölü eləmək. Tabii evin aşağı katı sadəcə tarlıqdan ibarətdir. Kamil, buraya heç olmasa bir koltuq falan qoy. Heçənə tarlıqı qoyub, tarlıqı qoymuşuq. Uşaqlar gəldi, mən belə evin çölünü düzəltdim. Ya televizordan burada səs gəlir. Üzr istəyirəm, havayı səs gəlir. Kamil çünki uzandığı yerdə şu anda. Kamil'in olduğu yerde şu an 20 milyon sesli halay müzikli ekstra double maçaletli halay var. Ve biz çöl belə elədik. Sanki yetimxana yurdu kimi bir çöl elədik. Maşallah əlimizdəki yapılar o kadar qəşəngdir ki yetimxana kimi elədik. Neyse. Zaten Azərbaycan otellərinin yarısı yetimxanadır. Uşaqlar evin tamamını eləməyə çalışdım. Zaten ora şeyler koyacağım. Zaten olmuyor diye. Kamil bəyimiz hələ çöldə 20 milyon kaplı havuz yapır. Bir de təsdiqləyir. Bəli deməklə nə olacaq ay Kamil? Bir de təsdiqləyir, heç nə deyir. Neyse biz belə teleskop qoyaq. Məsəl üçün zaten bir bu yaramayan bir teleskop qoyaq. Gəl buradan, teleskop, Mars, deyək. Neyse. Biz evimizi daha qəşəng eləyəcəyik. Mən evin son halini merak edirəm. Zaten dünən axşam saatları bu evi tikmə fikir bizim aklımıza geldi ve evin garajı da olacak. Narahat olmayın. Ona ayrı mod da koşacağım. Araştırırıq şu an bir şeyler. Al. Baxaq. Uşaqlar, indi məsəl üçün biz qumluqdayıq deyə çöl tapınağı qoyacağım. Belə bir ədəd, hatta 2 ədəd, hatta 3 ədəd. Belə çöl tapınağına bənzər şeylər qoyacağım və evə ekstra aynasını da tikəcəm. Yok iyi biz səhv elədik. Ya biz buna tıklayanda ne olur ki? Hiçbir şey. Ya ayna kırıldı. Of. Biz hələ çatıya eləməmişik Kamillə. Kamillə orada göbek atırı. Ne vardı ne bro? Ya. Uşaq o kadar işsizdi ki uşaqlar. Gedib bir de 20 katlı hovuz tikib. 20. Açam bu niye bura qoysan? Ora koymalı değil mi? Modla uyum olur. Neyse uşaqlar mən evin çatısını Kamil bəyənməsə də, bəyənsə də tikəcəm. Bu arada səsim biraz kısıtlı gəlirsə bağışlayın çünki video saat 9:30'da saçırıq. Ya videolarımıza çox əziyyət verir. Ona görə yəni likenizi alıram. Yəni like'ınızı. Yəni like'ınızı qəçiniz alar. Ondan qorxum bile. Kamil'in yaptığı ev zaten üst katını elədik. O mantıktan qəşəng evdi. Ama çok genişti. Evi garaja tikəcəyik. Onu bu arada İçərini həll elə. İçərini mən həll eləmişəm qaqa. Yemirəm. Bir kap belə uzadacağım. Sonra çatısını eləyəcəm. Hop. Sen eləyirsən. Uşaqlar çay içib ya şey çay içəndən sonra həmişə o səs çıxardır. Əgər arxadan o səs eşitdisə, bağışlayın, qardaşımın tərbiyəsidir. Neyse. Bakın gördüğünüz kimi ev şeyini geçtiririk de açan o da bir katlı olacak. Hiç olmasa o şey de sıksın bana o heykel. Zaten balaca. Neyse buraları gələn. Ya drop yiyir. Şu anda drop yiyir uşaqlar. Sizdə drop yiyir yoksa yok. Uşaqlar video drop yedimi bilmirəm nə yedimi. Neyse yani. Kamil'i bir direkt boğacağım lan neyse. Onu niye oraya koydum ya kır şunu. Allah şükür düzgün bir şey de eləyə bildik. Ya cana drop yedi.
Uşaqlar niyə video drop? Yəqin ki, uşaqlar proqramı üzründəndir. Siz niyə? Çünki həm ev böyükdür, həm də telefon yəqin ki zorlar. Məncə zorlanmaz telefon. Amma nəysə. Yəqin ki bir şeylər var ki belə zorlanır. Kamil elə ki ev tiksən ki yarım-yarımdır belə. Of, dənə. Bir sağ ol qardaşım deyim. Cidden gerekiyor. Görüşürüz. Uşaqlar mən düzəldirəm. Kamil sevsə də, sevməsə də belə ağlıma boklu fikir gəldi. Mən də bunu eləməliyəm. Nə? Gəlməyəcək. 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 Belə bir şey eləyəcəm. Məncə məntiqli olar. Yetimxana kimi ev tikirik qaqa. Bu nə tər mallıqdır. Zaten Azərbaycan otellərinin yarısı yetimxanaya oxşuyur qaqa. Həbsxana daha doğrusu. Yetimxanaya da acı oxşuyur yəni. Of. Ya sən niyə Rasim videosu çəkmək üçün uşaqlar Kamil'e kanala deyir ki, uşaqlar dünən mənə deyir ki, Amniva, mənə kanala az, orada asmır yapıb. Nə Kamil osurub deyə sonra səni xoşlayacaqlar YouTube'da. Deyir ki, bir də üzümü göstərmə. Uşaqlar sənə asmır kanalları uşaqlar üzlərini göstərirlər. Bu da göstərməyəcək. Sonra zombi səslər çıxardacaq. Aynen onu eləyəcək. Eynisini eləyəcək. Amma bilinmir ki, neçə abunə qazanacaq. Məncə 0. Yaxında da Kamil'e kanal açar. Çünki baxaq görək o nə qədər izlənmə alır deyir. Uzun video olacaq asımlar yoxsa shorts kimi, yoxsa bu bütün gün shorts kaydırır. Uzun video üçün proqram lazımdır ya Kamil. Uşaqlar yəni sizdə video çəkmək üçünsə proqramlar lazımdır. Proqramlar olmasa siz heç nə edəməzsiniz YouTube'da. Və yaxud da telefonunuzda ekran paylaşım kimi bir şey varsa, məsəl üçün ekran çəkici. Uşaqlar mən evin çatısını tikdim 7 saata. Tabii Kamilin 0 kömək sayəsində. Evin sonu sizə biabırçı oldu. Özünüzə yaxşı baxın uşaqlar. Sizi baxın. Bay bay.